Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşucanlıqla və halallıqla yeyin. Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin. Onlara o maldan yedirdib, geyindirin və onlara yaxşı nəsiyyətlər verin. Yetimlər yetkinlik yaşına çatdıqda onları imtihana çəkin. Əgər onların yetkinliyə çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israfçılıqla, tələm-tələsi yeməyin. Varlı olan nəfsini saxlasın. Yoxsul olan isə